Diqqət! Bu məlumat 60 yaşdan yuxarı hər kəs üçün həyati əhəmiyyət kəsb edir. Əgər siz təcili tədbir görməsəniz, ciddi maliyyə itkiləriniz ola bilər. Hətta təqaüdünüz müvəqqəti olaraq dayandırıla bilər. Bilirəm ki, pensiya məsələləri tez-tez mürəkkəb və anlaşılmaz görünür. Qanunlardakı dəyişiklikləri izləmək isə daha da çətindir. Məhz buna görə də bugün sizə son dərəcə vacib bir yenilikdən danışacağam ki, bu, hər bir təqaüdçüyə birbaşa təsir edəcək. Xahiş edirəm, bu videonu axıra qədər diqqətlə izləyin. Çünki buradakı hər bir detal sizin üçün əhəmiyyətli ola bilər. Vaxt itirmədən elə indi kanalımıza abunə olun və bu videonu bəyənin ki, bu vacib məlumat daha çox insana çatsın. Pensiya sistemi hər zaman dövlətin ən həssas sahələrindən biri olub. Əvvəllər adətən bir dəfə pensiyaya çıxdıqdan sonra əgər həyatınızda böyük dəyişikliklər olmasa, məsələn, soyadınız dəyişməsə və ya başqa bir pensiya növünə keçməsəniz, təqaüdünüz stabil olaraq hər ay hesabınıza köçürülürdü. Sənədlərin yenilənməsi adətən yalnız xüsusi hallarda tələb olunurdu və bu proseslər əsasən kağız üzərində, pensiya fondunun yerli şöbələrində həyata keçirilirdi. Bu sistem bir tərəfdən rahat olsa da, digər tərəfdən bəzən məlumatların aktuallığını təmin etməkdə çətinliklər yaradır. Müəyyən hallarda isə sui-istifadə hallarına gətirib çıxarırdı. Dövlət hər zaman pensiya sisteminin şəffaflığını və effektivliyini artırmağa çalışır. Məhz buna görə də son vaxtlar pensiya sahəsində ciddi islahatlar aparılıb və yeni qaydalar tətbiq olunmağa başlayıb. Bu qaydaların əsas məqsədi pensiya ödənişlərinin ünvanlılığını, dəqiqliyini və şəffaflığını tam təmin etməkdir. Bu yeniliklərin mərkəzində isə pensiya alan hər bir şəxsin məlumat bazasında aktual məlumatlarının olması tələbi dayanır. Əvvəllər bu, bəzən formal bir tələb kimi görünə bilərdi, lakin indi vəziyyət köklü şəkildə dəyişib. Artıq pensiya alan hər kəsdən müəyyən dövrlərdə öz məlumatlarını yeniləmək və ya mövcud məlumatların doğruluğunu təsdiqləmək tələb olunur. Bu tələbin əsasında həm texnoloji inkişaf, həm də pensiya sisteminin daha da müasirləşdirilməsi dayanır. İndi məlumatlar daha çox elektron formada işlənilir və bu sistemin düzgün işləməsi üçün hər bir fərdin şəxsi məlumatlarının daim yenilənmiş və dəqiq olması vacibdir. Yeni sistem həm də saxtakarlığın qarşısını almaq və yalnız həqiqətən pensiyaya ehtiyacı olan şəxslərin bu ödənişi almasını təmin etmək məqsədi daşıyır. Gəlin bu məsələni daha dərindən araşdıraq. Nəyi bilməlisiniz? Kimlər narahat olmalı, kimlər isə narahat olmamalıdır? Ən vacib dəyişiklik ondan ibarətdir ki, artıq dövlət müəyyən dövrlərdə bütün təqaüdçülərin məlumatlarının aktuallığını yoxlayacaq. Bu yoxlama yalnız kağız sənədlərlə deyil, həm də elektron sistemlər vasitəsilə aparılacaq. Bu, o deməkdir ki, sizin ünvanınız, əlaqə telefonlarınız, bank rekvizitləriniz və digər şəxsi məlumatlarınız daim yenilənmiş olmalıdır. Əgər məlumat bazasında sizin barənizdə köhnəlmiş və ya yanlış məlumatlar aşkar edilərsə, bu təqaüdünüzün müvəqqəti dayandırılmasına səbəb ola bilər. Bu tədbir, saxta pensiya ödənişlərinin qarşısını almaq və dövlət vəsaitlərindən səmərəli istifadə etmək məqsədi daşıyır. Bəs kimlər narahat olardı? İlk növbədə uzun illərdir ki, heç bir sənəd yeniləməyən, ünvanını dəyişib bunu müvafiq qurumlara bildirməyən, əlaqə telefonları qeyri-aktiv olan və ya ümumiyyətlə qeyd olunmayan təqaüdçülər. Məsələn, təsəvvür edin ki, Ayşə nənə 75 yaşında 15 il əvvəl pensiyaya çıxıb. Həmin vaxtdan bəri heç bir dəyişiklik etməyib. Nə ünvanını, nə telefon nömrəsini təqaüd fonduna bildirməyib. Özünün də dediyinə görə mənə heç bir kağız gəlməyib, deməli problem yoxdur. Lakin yeni sistemdə dövlət məlumat bazasında onun aktual ünvanını və ya telefon nömrəsini tapa bilmədikdə, pensiya fondunun onunla əlaqə qurması çətinləşir. Belə bir halda elektron sistem avtomatik olaraq onun pensiyasının ödənişini müvəqqəti dayandırır. Ayşə nənə pensiyasının hesabına yatmadığını görəndə təşvişə düşür və nə etməli olduğunu bilmir. Təqaüdü 3 ay müddətinə dayandırıldığı üçün hər ay aldığı 400 manat pensiyadan məhrum olur. Bu da ümumilikdə 1200 manat itki deməkdir.
Bu vəziyyətdə Ayşə nənənin pensiyasını geri qaytarmaq üçün pensiya fondunun yerli şöbəsinə gedib, şəxsiyyət vəsiqəsini və aktual ünvanını təsdiqləyən sənədləri, məsələn qeydiyyat haqqında arayış, təqdim etməsi, ərizə yazması və bütün məlumatlarını yeniləməsi tələb olunacaq. Bu proses adətən bir neçə həftə çəkir və bu müddət ərzində Ayşə nənə pensiyasız qalır. Digər bir real nümunə Cənab Vəli, 68 yaşında. 3 il əvvəl şəhərin bir rayonundan digərinə köçüb, lakin bu barədə müvafiq dövlət qurumlarına rəsmi məlumat verməyib. Onun şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanı köhnə qalıb. Yeni sistem məlumatları yoxlayarkən, onun yaşayış yeri və qeydiyyat ünvanı arasında uyğunsuzluq aşkar edir. Bu uyğunsuzluq pensiya fondunun sistemində şübhə yaradır və Vəli müəllimin pensiya ödənişi təhlükə altına düşür. Pensiya fondundan ona ünvanlanmış məktublar köhnə ünvana göndərildiyi üçün ona çatmır. Telefon nömrəsi isə ümumiyyətlə köhnəlmiş olub və ya onu əlaqələndirmək mümkün deyil. Nəticədə Cənab Vəlinin pensiyası da dayandırılır. Onun hər ay aldığı 350 manat pensiya 2 ay ərzində gəlmədikdə Vəli müəllim məcbur olub pensiya fonduna müraciət edir. Zaman məlum olur ki, onun ünvan məlumatları aktual deyil. Pensiyasının bərpa edilməsi üçün Vəli müəllim yeni ünvanını təsdiq edən sənədlərlə birgə şəxsiyyət vəsiqəsini də təqdim edib, məlumatlarını yeniləmək məcburiyyətində qalır. Bu halda o 700 manat itki ilə üzləşir. Bəs kimlər narahat olmamalıdır? Son vaxtlar məlumatlarını yeniləyən, bank kartına təqaüd alan, çünki bank məlumatları adətən daha aktual olur, və ya müntəzəm olaraq dövlət xidmətləri portalları vasitəsilə öz məlumatlarını yoxlayan təqaüdçülər. Məsələn, Fidan xanım 62 yaşında əlillik təqaüdçüsüdür. O, hər il müvafiq tibbi komissiyadan keçməli və əlillik dərəcəsini təsdiq etdirməlidir. O, bu prosesi vaxtında həyata keçirir. Yəni, məlumatları daim yenilənir. Buna görə də onun pensiyası ilə bağlı hər hansı bir problem yaranmaq ehtimalı çox azdır. Və ya Cənab Rəşad 70 yaşında aktiv internet istifadəçisidir. O, mütəmadi olaraq elektron hökumət portalı üzərindən şəxsi məlumatlarını yoxlayır və lazım gəldikdə yeniləyir. Əlaqə nömrəsi həmişə aktivdir və o, gələn bildirişləri vaxtında görür. Belə bir halda Rəşad müəllim də narahat olmamalıdır. Çünki onun məlumatları daim aktualdır və sistemdə hər hansı bir boşluq yoxdur. Əlillik pensiyası alanlar üçün isə xüsusi bir məqam var. Əgər sizin əlillik dərəcəniz müəyyən bir müddət üçün təyin edilibsə, məsələn 1 il, 2 il, siz bu müddət bitməzdən əvvəl yenidən müayinədən keçməlisiniz. Əgər bunu etməsəniz, təqaüdünüz dayandırıla bilər. Təsəvvür edin Cəmilə xanım, 58 yaşında 2-ci qrup əlillik pensiyası alır. Onun əlillik müddəti ötən ilin dekabrında bitib, lakin o müayinədən keçməyi unudub və ya vaxtında müraciət etməyib. Yeni ilin yanvar ayında onun pensiyası karta yatmadıqda Cəmilə xanım təşvişə düşür. Məlum olur ki, tibbi sosial ekspertiza komissiyasının qərarı olmadan onun əlillik pensiyasının ödənişi avtomatik olaraq dayandırılıb. Pensiyasını bərpa etmək üçün o yenidən həkimlərə müraciət etməli, müayinədən keçməli, komissiyanın qərarını almalı və sonra pensiya fonduna təqdim etməlidir. Bu proses uzun çəkə bilər və bu müddətdə Cəmilə xanım maliyyə çətinliyi ilə üzləşir. Bu nümunələr aydın şəkildə göstərir ki, məlumatların aktuallığını diqqət yetirməmək necə ciddi fəsadlara yol aça bilər. Odur ki, sizdən xahiş edirəm, bu məsələyə laqeyd yanaşmayın. İndi gəlin qaydaların istisnaları, gözlənilməz tələlər və qeyri-aşkar nüanslar haqqında danışaq. Hər bir qanunda olduğu kimi, bu yeni qaydalarda da müəyyən istisnalar mövcuddur. Məsələn, yataq xəstəsi olan, daimi qulluğa ehtiyacı olan və ya daimi əlilliyi təsdiq olunmuş şəxslər üçün bəzi prosedurlar daha sadələşdirilmiş ola bilər. Lakin bu o demək deyil ki, onlar heç nə etməməlidir. Belə hallarda adətən yaxın qohumlar və ya qanuni nümayəndələr vasitəsilə pensiya fonduna müraciət etmək və xüsusi vəziyyəti təsdiqləyən sənədləri, məsələn həkim arayışı, təqdim etmək lazım gəlir. Bəzi hallarda pensiya fondu özü belə şəxslərin vəziyyətini yerində yoxlamaq üçün sosial işçilər göndərə bilər.
Əgər sizin yaxınınız belə bir vəziyyətdədirsə, mütləq onun adından pensiya fonduna müraciət edərək vəziyyət barədə məlumat verin və hansı sənədlərin qələb olunduğunu dəqiqləşdirin. Bu, sonradan yaranacaq problemlərin qarşısını almaq üçün vacibdir. Tələlər və yayğın səhvlər. İnsanların ən çox yol verdiyi səhvlərdən biri rəsmi məktublara laqeyd yanaşmaqdır. Bəzən təqaüdçülər köhnə ünvana göndərilən məktubları almır. Bəzən də gələn məktubu önəmsiz hesab edərək kənara qoyur, zibilə atır və ya ümumiyyətlə açmır. Məsələn, Leyla xanım 72 yaşında yaşadığı ünvana gələn rəsmi möhürlü bir məktubu reklam sanaraq oxumamış zibil qutusuna atmışdı. Həmin məktubda pensiya fondunun ondan məlumatlarını yeniləmək tələb olunan xəbərdarlığı yazılmışdı. Məktubu görmədiyi üçün tələb olunan vaxtda heç bir tədbir görməmişdi və pensiyası dayandırılmışdı. Yalnız bir neçə ay sonra məcbur qalıb pensiya fonduna müraciət etdikdə bu fakt ortaya çıxır. Bu sadə səhv Leyla xanımın bir neçə ay pensiyasız qalmasına səbəb olur. Digər bir tələ bəzən təqaüdçülərin öz işlərini etibar etdikləri şəxslərin etibarsızlığıdır. Yaşlı insanlar bəzən sənəd işlərini yaxınlarına, qonşularına və ya bəzən tanımadıqları köməkçi adlandırılan şəxslərə həvalə edir. Bu şəxslər ya işi düzgün görmür, ya da ümumiyyətlə heç nə etmirlər. Məsələn, Mahmud dayı 80 yaşında sənədlərini yeniləmək üçün qonşusunun oğluna pul verib ona güvənmişdi. Lakin həmin gənc vəzifəsini düzgün yerinə yetirməyib, sənədləri vaxtında təqdim etməyib. Nəticədə Mahmud dayının pensiyası dayandırılıb və o təqaüdünü bərpa etmək üçün yenidən bütün prosesi özü keçməli olub. Son tarixləri qaçırmaq da böyük bir problemdir. Rəsmi bildirişlərdə müəyyən bir müddət qeyd olunur ki, bu müddət ərzində siz tələb olunan hərəkəti etməlisiniz. Bu müddət keçdikdə avtomatik olaraq pensiya ödənişi dayandırıla bilər. Bir çoxları isə mənim başıma gəlməz, mənə heç bir aidiyyatı yoxdur düşüncəsi ilə bu xəbərdarlıqlara biganə yanaşır. Unutmayın ki, dövlət sistemləri emosiyaları nəzərə almır, yalnız qaydalara uyğun hərəkət edir. Qeyri-aşkar nüanslara gəlincə, pensiyanın dayandırılması və xitam verilməsi arasında fərqi bilmək vacibdir. Pensiyanın dayandırılması müvəqqəti bir tədbirdir və adətən siz tələb olunan hərəkəti etdikdə bərpa olunur. Bərpa zamanı dayandırılmış ayların pensiyası da sizə ödənilir. Lakin pensiyaya xitam verilməsi daha ciddi bir vəziyyətdir və bu adətən pensiya almaq hüququnun itirilməsi, məsələn, vəfat etdikdə, vətəndaşlığını dəyişdikdə ilə əlaqədardır. Bu halda pensiyanın bərpa edilməsi çox çətindir, bəzən isə mümkün olmur. Məhz buna görə də sizin pensiya ödənişinizin dayandırılması barədə bildiriş aldığınız anda dərhal tədbir görməlisiniz. Xaricdə yaşayan təqaüdçülər üçün də vəziyyət bir qədər fərqli ola bilər. Əgər siz başqa bir ölkədə yaşayırsınızsa, Azərbaycanın pensiya qanunları ilə bağlı beynəlxalq müqavilələrin şərtləri sizin üçün tətbiq oluna bilər. Bu halda sizdən periodik olaraq yaşadığınız ölkədən sağ olduğunuza dair arayış tələb oluna bilər. Bu arayış pensiya fonduna vaxtında təqdim edilməlidir. Təsəvvür edin, Sona nənə 78 yaşında Rusiyada yaşayır və Azərbaycan pensiyası alır. Ona hər il pensiya fondundan məktub gəlir ki, sağ olduğu barədə arayışı təqdim etsin. Əgər Sona nənə bu arayışı vaxtında göndərməzsə, onun pensiyası da dayandırılır. Bu vəziyyətdə pensiyanın bərpa edilməsi üçün sənədlərin poçt vasitəsilə göndərilməsi, yəni uzun və yorucu bir prosedur tələb olunur. Hüquqi nümayəndələrin və etibarnamənin rolu da vacibdir. Əgər siz fiziki cəhətdən pensiya fonduna gedə bilmirsinizsə, yaxın bir qohumunuz sizin adınızdan etibarnamə ilə bu işləri həll edə bilər. Lakin bu etibarnamə notarial qaydada təsdiq olunmalı və onda sizin adınızdan hansı əməliyyatların aparılmasına icazə verildiyi də dəqiq göstərilməlidir. Hər bir etibarnamənin müəyyən bir qüvvədə olma müddəti var. Bu müddət bitdikdə yeni etibarnamə almaq lazım gələcək. Bu məqamı da nəzərə almaq lazımdır. Əks halda etibarnamənin müddəti bitsə, sizin işlərinizi aparan şəxsin səlahiyyətləri də sona çatar. Həmçinin əlaqə məlumatlarının, telefon nömrəsi və e-poçt ünvanının daim yenilənmiş olması çox vacibdir.
Pensiya fondu sizi xəbərdar etmək üçün bu vasitələrdən istifadə edə bilər. Əgər sizin əlaqə nömrəniz köhnəlmişdirsə və ya e-post ünvanınız yoxdursa, siz vacib bildirişləri ala bilməyəcəksiniz. Məsələn, telefonunu tez-tez dəyişən, lakin yeni nömrəsini pensiya fonduna bildirməyən bir təqaüdçü ona gələn SMS xəbərdarlıqlarını və ya zəngləri qəbul edə bilməyəcək. Bu da problem yaradacaq. Bəs siz nə etməlisiniz? İndi sizə praktiki addımlar ardıcıllığını təqdim edəcəyəm. Bu addımları dəqiqliklə yerinə yetirmək sizi gələcək problemlərdən qoruya bilər. Birinci addım. Mövcud vəziyyətinizi yoxlayın. Ən birinci etməli olduğunuz şey sizin barənizdə dövlət məlumat bazasında olan məlumatların aktual olub-olmadığını öyrənməkdir. Bunu bir neçə yolla edə bilərsiniz. Elektron hökumət portalı e-gov.az. Əgər internetə çıxışınız varsa və elektron imzanız və ya asan imzanız varsa, e-gov.az portalına daxil olaraq sosial müdafiə və əmək bölməsində öz pensiya məlumatlarınızı yoxlaya bilərsiniz. Burada sizin barənizdə olan bütün qeydiyyat məlumatları, pensiya ödənişlərinizin tarixi və s. göstərilir. Əlaqə nömrənizi və ya elektron poçt ünvanınızı yeniləmək imkanı da mövcuddur. Bu, ən sürətli və rahat yoldur. Asan xidmət mərkəzləri. Əgər elektron imzanız yoxdursa və ya internetlə işləməkdə çətinlik çəkirsinizsə, ən yaxın asan xidmət mərkəzinə yaxınlaşın. Oradakı operatorlar sizə kömək edəcək və bütün lazımi məlumatları yoxlayıb, hansı yeniləmələrin tələb olunduğunu bildirəcəklər. Onlar sizin məlumatlarınızı sistemdə dərhal yoxlaya bilirlər. Mütləq şəxsiyyət vəsiqənizi yanınızda aparın. Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri. Yaşadığınız rayon üzrə Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə şəxsən müraciət edərək məlumatlarınızın aktuallığını yoxlaya bilərsiniz. Orada sizə kömək edəcək mütəxəssislər var. Bu halda da şəxsiyyət vəsiqəsi vacibdir. Telefonla məlumat mərkəzi. Dövlət Sosial Müdafiə Fondunun qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Nömrəni rəsmi saytdan və ya asan xidmətdən dəqiqləşdirin. Bəzi məlumatları telefonla da əldə etmək mümkündür. Lakin şəxsi məlumatların tam yoxlanılması üçün daha çox sənədli təsdiq tələb olunur. İkinci addım. Lazımi sənədləri toplayın. Məlumatlarınızın yenilənməsi üçün sizə bəzi sənədlər lazım olacaq. Bu sənədlər adətən aşağıdakı vardır. Şəxsiyyət vəsiqəsi. Ən vacib sənəddir. Şəxsiyyətinizi təsdiq edən əsas sənəd olmaqla yanaşı, orada sizin ad, soyad, ata adı, doğum tarixi və qeydiyyat ünvanı kimi əsas məlumatlar mövcuddur. Şəxsiyyət vəsiqənizin etibarlılıq müddəti keçməyib, həmişə aktual saxlayın. Pensiya vəsiqəsi. Əgər varsa, pensiya vəsiqənizi də özünüzlə götürün. Ünvan arayışı. Əgər faktiki yaşadığınız ünvan şəxsiyyət vəsiqənizdəki qeydiyyat ünvanınızdan fərqlənirsə, yaşayış yerindən arayış təqdim etməyiniz tələb oluna bilər. Bunu ərazi üzrə asan kommunal mərkəzlərindən və ya yerli icra hakimiyyəti orqanlarından əldə edə bilərsiniz. D. Bank rekvizitləri. Pensiyanızın köçürüldüyü bank kartının nömrəsi və ya bank hesabınızın rekvizitləri. İBAN. Bəzən bank hesabı dəyişdikdə bu məlumatları da yeniləmək lazım gəlir. Bankdan hesabınızın rekvizitlərini əks etdirən arayış ala bilərsiniz. Nikah və ya boşanma haqqında şəhadətnamə. Əgər soyadınız dəyişibsə, bu sənəd tələb oluna bilər. Övladlarınızın doğum haqqında şəhadətnaməsi. Əgər ailə tərkibinizdə dəyişiklik olubsa, məsələn, pensiya hesablanmasına təsir edən uşaqların sayı, bu sənədlər tələb oluna bilər. Etibarnamə. Əgər siz başqasının adından hərəkət edirsinizsə, notarial qaydada təsdiq edilmiş və bütün səlahiyyətləri aydın göstərilmiş etibarnamə. Üçüncü addım. Müraciət edin və sənədləri təqdim edin. Topladığınız sənədlərlə birlikdə yoxlamadan sonra hansı quruma müraciət etməli olduğunuzu dəqiqləşdirin. Asan xidmət. Bu, ən çox tövsiyə olunan yoldur. Çünki asan xidmət mərkəzləri bütün lazımi xidmətləri bir məkanda təqdim edir və burada növbələr adətən daha sürətli hərəkət edir. Sənədlərinizi təqdim edərək müvafiq ərizə formasını doldurun. B. Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi.
Əgər asan xidmətə getmək imkanınız yoxdursa, yaşadığınız ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə gedib, ərizə doldurub sənədləri təqdim edin. Elektron müraciət. Əgər elektron imzanız varsa, e-gov.az portalı vasitəsilə də müəyyən ərizələri göndərmək mümkündür. Lakin sənədlərin fiziki təqdimatı tələb olunarsa, bu variant işə yaramaya bilər. 4-cü addım. Ərizəni düzgün doldurun. Ərizə forması sizə təqdim edildikdə, onu diqqətlə və sərf etmədən doldurun. Ən vacib məqamlar. Şəxsi məlumatlar. Adınız, soyadınız, ata adınız, doğum tarixiniz, şəxsiyyət vəsiqənizin seriyası və nömrəsi, VÖN-iniz, əgər varsa. Əlaqə məlumatları. Aktual telefon nömrənizi və elektron poçt ünvanınızı, əgər varsa, mütləq qeyd edin. Unutmayın ki, sizinlə əlaqə qurmaq üçün bu məlumatlar kritik əhəmiyyət kəsb edir. Ünvan məlumatları. Həm qeydiyyat, həm də faktiki yaşayış ünvanınızı dəqiq yazın. D. Müraciətin mahiyyəti. Ərizənin məqsədini aydın şəkildə qeyd edin. Məsələn, pensiya ödənişinin bərpası, şəxsi məlumatların yenilənməsi və s. Bütün məlumatları yazdıqdan sonra ərizəni bir daha diqqətlə yoxlayın və imzanızı qoyun. Ərizənin bir nüsxəsini özünüzdə saxlamaq üçün fotokopiya çəkin və ya elektron formasını saxlayın. 5-ci addım. Prosesi izləyin. Sənədləri təqdim etdikdən sonra prosesi izləməyi unutmayın. Müraciətinizin qeydiyyat nömrəsini və ya daxil olma tarixini qeyd edin. Bu, gələcəkdə müraciətinizin statusunu öyrənmək üçün sizə lazım olacaq. Pensiya fondunun qaynar xətti vasitəsilə və ya asan xidmətlə əlaqə saxlayaraq müraciətinizin hansı mərhələdə olduğunu öyrənə bilərsiniz. Adətən, məlumatların yenilənməsi və ya pensiya ödənişinin bərpası müəyyən bir vaxt tələb edir. Bir neçə gündən bir neçə həftəyə qədər. Əgər bu müddət ərzində sizə heç bir məlumat verilməzsə, yenidən müraciət edin. D. Əgər hər hansı bir problem yaranarsa və ya sizə lazımi kömək göstərilməzsə, yuxarı instansiyalara, məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququnuz var. Unutmayın ki, bütün sənədlərinizin surətini özünüzdə saxlayın. Sizə verilən hər hansı arayışı və ya qəbzi itirməyin. Bu, hər hansı mübahisəli vəziyyətdə sizin haqlı olduğunuzu sübut etmək üçün vacibdir. Məlumatlarınızı təşkilatlı şəkildə saxlamaq həmişə ən yaxşı strategiyadır. Yekun olaraq vurğulamaq istəyirəm ki, pensiya məsələlərinə laqeyd yanaşmaq olmaz. Bu, yeni qaydalar hər bir təqaüdçünün məlumatlarının aktuallığını təmin etmək məqsədi daşıyır və bu prosesdə sizin də aktiv iştirakınız vacibdir. Məlumatlarınızı vaxtında yeniləməklə pensiya ödənişinizin kəsilməsi kimi xoşagəlməz hallarla qarşılaşmazsınız və maliyyə təhlükəsizliyinizi qorumuş olarsınız. Hər bir addımı diqqətlə atın və unutmayın ki, sizin haqqınız olan pensiyanı almaq üçün məlumatlarınızın dəqiqliyi vacib şərtdir. Mən ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Sizin bu mövzu ilə bağlı təcrübəniz varmı? Bəlkə siz də oxşar vəziyyətlə qarşılaşmısınız. Fikirlərinizi şərhlərdə yazın. Başqalarının təcrübələri də sizin üçün maraqlı ola bilər. Həmçinin bu videonu bəyənin və kanalımıza abunə olun ki, gələcəkdə də belə vacib və faydalı məlumatları qaçırmayasınız. Sağ olun və gələn videolarda görüşənədək.